Bəli, hər vaxtınız xeyir. Tamamilə doğrudur. Yekaterinburqda Rusiya güc strukturlarının keçirdiyi xüsusi əməliyyat zamanı qətlə yetirilən həmvətənlərimiz Hüseyn və Ziyəddin Səfərov qardaşlarının nəşi bugün vətənə göndəriləcəkdir və məsələ ilə bağlı mərhumların elə qardaşları Seyfəddin Hüseynli mətbuata açıqlama veribdir. Onun sözlərinə görə ailə üzvləri artıq bütün sənədləşdirmə və prosedur məsələlərini tamamilə tamamlayıbdır və doğmalarının nəşinin Azərbaycana qaytarılmasını təmin ediblər. Cənazələrin gətirilməsi üçün Yekaterinburqdakı baş konsulluğumuz və digər rəsmi qurumlar da lazımi dəstəyi göstərirlər. Verilən ən son məlumatlara görə iyunun 30-da, yəni bugün Bakı vaxtı ilə saat 17:30-da Rusiyanın Yekaterinburq şəhərindən yola düşən təyyarə axşam saatlarında təxminən 20 radələrində Bakıya enəcəkdir. Rusiya güc strukturlarının yaydığı ilkin məlumata görə qardaşlar Rusiya ərazisində qeyri-qanuni fəaliyyətdə şübhəli biliniblər və əməliyyat zamanı güya müqavimət göstərdikləri üçün zərərsizləşdiriliblər. Və təəssüflə qeyd etməliyəm ki, Yekaterinburqda Rusiya güc strukturlarının keçirdiyi əməliyyatdan sonra və ümumiyyətlə hadisənin ardından Rusiya mətbuatının bir sıra kütləvi informasiya vasitələri Azərbaycana qarşı qərəzli və əsassız ittihamlarla müşahidə olunan informasiya axınını formalaşdırıb. Xüsusilə bəzi Rusiya nəşrləri və sosial şəbəkə segmentlərində yayılan iddialarda Azərbaycanlıların güya kriminal strukturlar və ekstremist fəaliyyətləri ilə əlaqəli olduqları irəli sürülür. Sözsüz ki, bu iddialar heç bir rəsmi sübutla təsdiqlənməsə də müəyyən media qurumları hadisədən istifadə edərək ümumilikdə Azərbaycan vətəndaşlarını hədəfə alan təbliğata yol açırlar. Rusiyanın digər regionlarından isə gələn informasiyalara görə orada da yaşayan həmvətənlərimizə qarşı yoxlamalara başlanılıbdır. Sözsüz ki, bu cür yanaşma milli etnik zəmində qarşı durma yaratmaq məqsədi güdür və Azərbaycan ictimaiyyətində isə bu tipli qarayaxma kampaniyaları ciddi narazılıqla qarşılanır və qətiyyətlə təbii ki, pislənilir. Bağlantıya hazırlaşarkən Rusiyanın Volqograd şəhərində ekstremist qrup yaratmaq, MDB-dən olan şəxslərin avtomobillərini yandırmaq kimi cinayətlərdə şübhəli bilinən həddi buluğa çatmamış 4 nəfərin saxlanıldığı barədə də xəbərlər yayıldı və Rusiya İstintaq Komitəsinin Volqograd vilayəti üzrə idarəsinin məlumatına istinadla xəbər verim ki, cinayətkar qrupun təşkilatçısı Messengerdə müəyyən millətlər və dinlərin nümayəndələrinə qarşı zorakılıq çağırışı edən 17 yaşlı yeniyetmədir və istintaqın məlumatına görə onlar müxtəlif milli respublikalardan və ümumiyyətlə qonşu ölkələrdən olan insanlara məxsus avtomobillərə, habelə qələbə bayrağının sürətinin yandırmaq, Volqogradda gəmi qayırma zavodunun memorial divarına nasis rəmzləri çəkmək kimi bir neçə cinayət planını həyata keçirməyə nail olublar. Və ən son xəbərə görə cinayətlərin təşkilatçısı nəzarətə götürülüb, daha 3 iştirakçısı isə ev dustaqlığına buraxılıb. Onların barəsində də nasizm reabilitasiyası və bir sıra digər maddələrlə cinayət işi açılıbdır. Bütün hallarda ən son xəbərlərə görə elə Yekaterinburqda baş verən hadisə ilə bağlı da istintaq davam edir və hadisələrin ictimai, siyasi və hüquqi aspektləri ilə bağlı yaxın günlərdə daha geniş açıqlamaların veriləcəyi gözlənilir. Rusiya bürosundan bu saatlıq çatdırmaq istədiyim bunlardan ibarət idi. Söz yenidən sizdədir.